İlk növbədə onu qeyd edeyim ki, mən heç kəsin həbs olunmasını arzulamıram. Bəli. Bütün məhbusların hamısına azadlıq arzulayıram və ən böyük azadlığı da Azərbaycan üçün arzulayıram. Çünki hər şey bu məmləkət üçün, bu dövlət üçündür. Və baş verən hadisələrdə də üzücü faktor odur ki, tanınmış bir partiyanın sədri, uzun illər Azərbaycan Xalq Hərəkatının adı ilə bağlı olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri bu istiqamətdə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Çox istərdim ki, hüquq mühafizə orqanları, istintaq aparan orqanlar qanunun bütün tələblərinə əməl etsinlər və hüquqlarının qorunması istiqamətində bütün addımlar atılsın, istintaqın obyektiv və şəffaf aparılmasını təmin etsinlər. Təbii ki, belə deyəndə çoxları belə hesab edir ki, Azərbaycandan bunu gözləyirsünüzmü? Azərbaycanda polis və yaxud da hüquq mühafizə orqanları, digər strukturlar, prokurorluq obyektiv istintaq apara bilirmi? Təəssüf ki, bu istiqamətdə çox da müsbət nələrsə demək mümkün deyil, amma arzu eləyirik yenə də. Çünki bu sıradan bir iş deyil. Azərbaycanın çox ağır bir dönəmi. Ağır bir dönəm nədən ibarətdir, bunu qısaca istəyirəm bir deyim. Rusiya keçən dövr ərzində Azərbaycanın əldə etdiklərinə görə Azərbaycana qarşı heç də xoş münasibətdə deyil. Hətta düşənbə görüşlərindən sonra da çoxları belə bir eyforik mövqe ifadə etdilər ki, Rusiya ilə Azərbaycan barışdı və s. və s. Rusiya rəhbərliyi şəxs olaraq keyfiyyətli bir münasibətlər sistemindən uzaq, kinli və qəzəblidir. O cümlədən Rusiyanın imperiya xislətləri baş verən hadisələrə görə, xüsusilə 2020 və 2023-cü ildə baş verən hadisələrə görə Azərbaycandan o qədər də məmnun deyil. Nəinki məmnun deyil, əksinə Azərbaycana qarşı qəzəblidirlər. Çünki Azərbaycan Putinin siyasətini yox, Yeltsinin siyasətini yox, Bolşevik Rusiyasının siyasətini yox, SSR Rusiyasının siyasətini yox, əslində Pyotrun siyasətindən bu yana çəkdikləri böyük əziyyətlərin hamısının üzərindən Cənubi Qafqaz siyasəti ilə bağlı çox ciddi bir xətt çəkib. Proseslərin əvvəlinə diqqət etsəniz, Rusiya Cənubi Qafqaza ilk gəlişində erməniləri dünyanın hər yerindən, özəlliklə İran ərazisindən və o cümlədən də Türkiyədən sonraki mərhələlərdə isə başqa yerlərdən köçürüb Azərbaycan ərazisinə yerləşdirib ki, etnik milli konfliktlər və separatizmlə regionu idarə edə bilsin. Və buna da nail olub. Elə SSR qurulanda 22-ci ildən sonra 23-cü ildə iyun ayında keçirilən referendumdan sonra Dağlıq Qarabağ Muxtar vilayətini yaradıb əlahiddə qaydada Azərbaycan ərazisində. SSR dağılarkən törətdiyi etnik milli konfliktlər vasitəsilə Azərbaycanın içərisində çox böyük bir problem kimi saxladı. Ta 30 il bizə olmazın zülümlər verdi. Bunların hamısının üzərindən 2020-23-cü ildə xətt çəkilib. Necə xətt çəkilib, bu barədə çox danışmışıq. Lakin Rusiyanın Cənubi Qafqaz siyasəti fiyaskoya uğrayıb. Bundan sonraki mərhələdə necə olacaq? Nələr vasitəsilə Ermənistana və Azərbaycana təzyiq ediləcək? Nələr vasitəsilə Cənubi Qafqazı nəzarətdə saxlamaq istəyəcəklər? Bilinmir. Bilinmədiyi üçün də mütləq və mütləq buradakı 5-ci kolonun, buradakı nümayəndələrinin əli ilə hərəkətə keçmək istəyirlər. Yeri gəlmişkən qeyd edirəm, əstəğfurullah ki, mən istintaq materialları bitmədən təqsirsizlik prezumsiyasına söykənərək kimsənin Rusiyanın adamı olduğunu və yaxud da Rusiya işlədiyini iddia edə bilmərəm. Lakin ortada istintaq materialları var. Olduqca ciddi iddiamlardır. İndiyə qədər Azərbaycan hökuməti, müxalifəti, Azərbaycan hüquq mühafizə orqanları müxalifəti ən böyük maddə ilə tutduğu kütləvi ixtişaş və polisə qarşı müqavimət və ya o müqaviməti təşkil etməkdir. Bu da 2003-cü ildə bizlə bağlı. Yeni gəlmişkən suallar sizə də var ki, İqbal bəy, bəs sizi 2003-cü Bizi 2023-cü ildə 220.2 ilə... Yəni bu maddələr deyil. Yox, daha doğrusu 220.1 ilə və 315.2 ilə tutmuşlar. Yəni,
ixtişaşı təşkil etməklə və polisə müqavimətlə bizi hakimiyyətə hətta zorla dəyişdirmək maddəsi ilə də ittiham etməmişdilər. Bizi vətənə xəyanətlə də ittiham etməmişdilər. Bizi kütləvi ixtişaşla və polisə zorakılıqla, polisə müqavimətlə həbs etmişdilər. Yəni, ən böyük kütləvi həbslər və daha çox siyasi adamın həbs olunduğu bir prosesdir. Ondan sonraki dönəmlərdə, müxalifətin həbs olunduğu dönəmlərdə, 2005-də də, 2008-10-cu illərdə də qondarma çoxsaylı cinayət işləri olub və heç birində bu şəkildə olmayıb. Buna görə yazımda da qeyd etmişəm ki, olduqca ağır ittihamlardır və bu ittihamlar saxtadır və yaxud da şərdir deməyin özü belə kifayət qədər məsuliyyətsizlikdir. Sadəcə hüquq mühafizə orqanları o qədər bu nəticələri şəffaf və ədalətli hüquqa söykənərək tədqiq etməlidirlər ki, nə bu vətəni sevən məyus olsun, nə də bu vətənə düşmən olan sevinsin sonunda. Mütləq və mütləq bunun arxasında bir ədalət və hüquq dayanmalıdır. İndiyə qədər müxalifətçiliyə və müxalifətə baxışdan kənar hüquqa baxış olmalıdır bunun içərisində. Çox, yenə deyirəm, ağır bir prosesdir. Bundan əlavə hökumət hesab edirəm ki, etməli olduğu ən böyük iş nəhayət ki, ictimai-siyasi sektorda olan şəxslərin arxivlərdə olan işlərini açmalıdır. Bizim İran-Rusiya təhdidimiz hər zaman olacaq. Mən elə uzaq təhdidləri demirəm. Yaxın qonşu təhdidləri deyirəm. Hər zaman olacaq. Açmalıdırlar arxivləri. Kimlər bu ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər, bilinməlidir. Mən demirəm kütləvi surətdə bugün dağda çobanlıq eləyən və yaxud da ictimai-siyasi sektordan getmiş və yaxud da dünyasını dəyişmiş adam haqqında hər hansı bir məlumat verilsin. Lakin bugün siyasi partiya sədridirsə, qeyri-hökumət təşkilatının, vətəndaş cəmiyyətinin nümayəndəsidirsə, mətbuatda aparıcı rola malikdirsə, bu adamların dosyası açıqlanmalıdır. Millət vəkilidirsə, məmurdursa, mütləq açılmalıdır. Bilinməlidir ki, kimlər başqa ölkələrin kəşfiyyat orqanlarına xidmət ediblər. Bəlkə onların heç biri haqqında təbii ki, cinayət məsuliyyəti yaradan addımlar atılmamalıdır. Lakin cəmiyyət bilməlidir. Cinayət məsuliyyətini o vaxt yaradan addımlar ola bilər ki, bu gün də fəaliyyət göstərsinlər. Bu və ya digər şəkildə. Lakin tanımaq və bilmək millətin də, vətəndaşın da, cəmiyyətin də haqqıdır. Sizə bir sual vermək istəyirəm. Buyurun, ikisini verin. Siz hər zaman, belə deyək də, siyasi proseslərin önündə olmusunuz, elə 90'lardan üzü bəri. Bugün Əli Kərimli ittiham olunur Ramiz Mehdiyevlə əməkdaşlıq etməkdə, onunla birlikdə dövləti, hakimiyyəti zorla ələ keçirməkdə və zorla saxlanılmaqda. Mən düşünürəm ki, siz kifayət qədər ciddi məlumatlara sahib birisiniz. Və hətta Əli Kərimli ilə parlamentdə də olmusunuz. Hətta yadıma gəlir o vaxt onu parlamentdə Əhəd Abiyevlə olan haqqı hesabında siz müdafiə eləmişdiniz. Yəni bu kadrlar indiyənə qədər də durur. Sizcə bu deyilənlərdə, mən demirəm istintaq materiallarından danışaq, nə qədər həqiqət payı var? Axı siz bu proseslərin içində olmusunuz. Mənim bugün nəyisə təsdiq və yaxud da nəyisə təksib etməyim ictimai rəyə təzyiq kimi qəbul oluna bilər. İctimai rəyi yönləndirmək kimi qəbul oluna bilər. Çünki mən kifayət qədər ciddi bir siyasi partiyanın rəhbəriyəm. Bəli. Və buna görə də bu barədə fikirlərimi heç bölüşmək niyyətində deyiləm. Və istintaqın gələ biləcəyi qənaətlər, nəticələr və istintaqın sonu məhkəmə, ədalətli məhkəmə arzulayıram ki, hər şey ortalığa çıxsın. Mən öz inamımı, öz inamsızlığımı ifadə eləyə biləcək nəsə deyə bilmərəm. Tək arzum, tək istəyim, tək israrım və iddiam, o cümlədən də tələbim hakimiyyət nümayəndələrindən və hüquq mühafizə orqanlarından. Bu işi Azərbaycan naminə, Azərbaycan dövləti naminə siyasi mövqedən kənar hüquqi mövqedə araşdırmaqdır. Yaşından, başından asılı olmayaraq Azərbaycan qarşısında kim dayanıbsa, Azərbaycanın maraqlarını kim satmağa çalışıbsa, onların hamısı cəzalanmalıdır. Kim bu işdə yoxdursa, qurunun oduna yaş da yanar kimi ittiham olunmamalıdır. Bu qədər. Ona görə də bu məsələdə mənim gümanım nədir, mən inanırammı, inanmırammı? Mən bunu həbs olunmayanlar olsaydı,
o dövrdə danışardım, çox rahatça danışardım. Amma bugün ortada cinayət işi var, həbs qəti imkan tədbiri seçilib. Mənim deyəcəklərim ictimai rəyi yönləndirmə kimi tövsif oluna bilər, xarakterizə oluna bilər. Buna görə də mən bu işdən çəkinirəm və istəyirəm ki, bu iş ədalətli qaydada hüquq mühafizə orqanları tərəfindən araşdırılsın, məhkəməyə çıxarılsın. Ondan sonra məhkəmə qərarı olandan sonra nəyin ədalətli, nəyin ədalətsiz, nəyin doğru, nəyin yanlış olduğu barədə öz mülahizələrimi yenə də ifadə etməyə Bilirsiniz, hazıram. niyə görə deyirəm İqbal bəy? Bu günləri müxtəlif adamlar var ki, elə bu qəbildən olan adamlar ki, məhkəmə qərarı olsa belə onu da başlayacaqlar tartışmağa. Bu hakimiyyətin biraz məsuliyyətidir. Hakimiyyət o qədər ədalətli, bayaq ona görə dedim, bu bir imtahandır. Bu sıradan bir məsələ deyil. Bu dələduzluq şərləməsi ilə və yaxud qaçaqmalçılıqla və yaxud da bir başqası ilə olan cinayət işi deyil ki, gözünü yumub da istədiyini yazasan ora. Bu, bir siyasi institutun, bir siyasi partiyanın, o cümlədən də 30 ildən yuxarı dövlət vəzifəsi tutmuş bir adamın xarici kəşfiyyatla bağlılığıdır. Bütün hüquqi prosedurlar o qədər dəqiq, bütün ifadələr, şahid ifadələri və faktlar, sübutlar o qədər dəqiq olmalıdır ki, kimsə məhkəmənin qərarını şübhə altına almamalıdır. Bu, Azərbaycan üçün lazımdır. Bu, vətən üçün, dövlət üçün lazımdır. Və orada Azərbaycanı sevən insanların günahı yoxdursa, burada təsadüfən düşübsə və yaxud da istintaqın gedişində yanlış informasiya nəticəsində cinayət məsuliyyətinə cəlb olunubsa, onlardan da üzr istənməlidir və onlar da bu məsuliyyətdən azad olmalıdırlar. Başqa cür ola bilməz. Başqa cür olacağı təqdirdə məhkəmənin qərarı da şübhə altına alınacaq, digərləri də. Bu da yaxşı nəticə verməyəcək. İqbal bəy, bax, belə bir suallar var ki, dəyərli izləyicilər, yayımı bəyənib paylaşıb siz də öz suallarınızı yaza bilərsiniz. Deməli, suallar var sosial şəbəkələrdə ki, Əli Kərimli həbs edildi. Bunun ardınca hakimiyyətin daxilindən də kimlərsə həbs edilmə ehtimalı varmı? Ola bilərmi? Yoxsa ümumiyyətlə hakimiyyətdə hal-hazırda olanlar heç biri bu işbirliyinin içində olmayıb? Mən yenə deyirəm, Nostradamusluq etməyə ehtiyac yoxdur. Hamının, ictimai-siyasi sektorda olanların hamısı bugün bircə şey istəməlidir. Kim bu işə bulaşıbsa həbs olunmalıdır. Kim bu işdə varsa həbs olunmalıdır. Kim bu işdə varsa qanun qarşısında dayanmalıdır. Kim bu işdə yoxdursa azad edilməlidir, üzr istənilməlidir və deməlidir, siz bu işdə yoxsunuz. Amma filan kəs də ola bilər, filan kəs olmaya bilər, ay filan partiya sədri də var, filan ictimai siyasi şəxs də var, filan məmur var, filan millət vəkili var. Filan kəslər də bu prosesin içərisindədir deməyə. Mən etik də hesab etmirəm və güman eləyirəm ki, bu məsələlərdə biraz istintaqın bitməsini gözləmək lazımdır. Hakimiyyət o qədər geniş miqyaslı bir işin altına girib ki, mütləq və mütləq bunun axırına çıxmalıdır. Kim yenə deyirəm, bu işin içərisində varsa, olubsa, indiki məqamda da içindədirsə, hər kəs yaşından, başından asılı olmayaraq həbsə getməlidir. Cinayət məsuliyyəti daşımalıdır. Kim yoxsa həbsdən azad olunmalıdır. Siyasi abonentlər kimin kimdən xoşu gəlmədi deyə üzərinə gedib də onu Ramiz Mehdiyevlə əlaqələndirməyə və yaxud da bağlamağa dəyməz. Belə şey etmək olmaz. Çünki bu Azərbaycan adına gedən istintaqdır artıq. Bu vətən dövlət naminə gedən istintaqdır. Bu bir şəxsin, bir fərdin istintaqı deyil. İlk dəfədir ki, Azərbaycan müxalifəti ilə Azərbaycan iqtidarı bir yerdə, iqtidarının nümayəndələri, ən böyük nümayəndələrindən biri, vətənə xəyanət, dövlətin hakimiyyət orqanlarının zorla ələ keçirmək maddəsində bircə ittihama və eyni cinayət işi üzrə ittihama cəlb olunur. Ağır bir şeylərdir. Bunun nəticələri nə ola bilər, necə ola bilər? Bunu mütləq ona görə də çox incə araşdırılmalıdır və cəmiyyətin şübhəsi qalan zərrə qədər də addım atılmamalıdır. Hər şey açıq və şəffaf edilməlidir. İqbal bəy, müxtəlif fikirlər var ki, Ramiz Mehdiyev hansı nüfuzu ilə dövlət çevrilişi edəcəkdir? Onun axı elə bir nüfuzu yoxdur. Onu xalq ayaqlayıb üzərinə onu istintaq müəyyən edəcək. Söhbət təkcə bir şəxsin nüfuzundan getmir ki. Söhbət bir şəxsin edə biləcəklərindən getmir ki. Siz Ramiz Mehdiyevin
kütlə ilə, cəmiyyətlə, vətəndaşlarla münasibətində nifrətini görürsünüz. Altyapıda Rusiya ilə bağlılıq, bu bizə məlum olmayan nə qədər xətlər var. İstintaq yəqin ki, bunların hamısını müəyyən edəcək. Söhbət təkcə kiminsə hansısa bir nüfuzundan istifadə edərək bunu getmir. Bu ayaqlar necə təşkil olunub, kimlərin vasitəsilə təşkil olunub, istintaq bunu mütləq açacaq.